Hə dostlar, demək ki, dünən bugün şagirdlərə yeni illə əlaqədar nə şəkildə təbrik edim, nə şəkildə onlara bayram demək sevinci, bayram təbriki edim. Düşünə qalmışam. Çünki bayram müddəti çox qısadır. Amma insanın daxilində uzun müddətli bir bayramlaşma, uzun müddətli bir bayram sevinci yaşama hissi var. Amma halbuki müddət çox qısadır. Bəzən o bir söz var, dəli üçün hər gün bayramdır söhbəti. Bəzən bilmirəm, dəlim olmaq lazım, yoxsa həyat tərzimizi mi dəyişməyimiz lazımdır? Həyatımızı mı dəyişməyimiz lazımdır? Həyatımızda müəyyən bir məqamları mı dəyişirik, müəyyən məqamlardan mı dəyişiklik etməyimiz lazımdır? Çünki insanın, Allahın verdiyi bir ömür var insana. Onu nə zamana kimi belə bədbin, yorğun, ümidsiz, halbuki baxırsan ki, yaradılan hər şey insana xidmət edir. Yaradılan hər şey insan üçündür. Amma insansa bunlar içərisində ola çox mutsuzdur. Məncə insan özünü dəyişə bilsə, elə düşünəm ki, o alimin sözü, gözəl sözü deyir, gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından deyir, ləzzət alar. Bəlkə biz gözəl görməyi mi düşünməyimiz lazımdır? Bəzən biz həyatımızı dəyişib fərqli bir şəkildə baxmaq, fərqli bir şəkildə yaşamağımız mı lazımdır deyə düşünə qalmışıq ki, yəni qalmışam ki, bu çox önəmlidir. Yəni mən bundan sonraki Allahın verdiyi bir ömrümüzü axı biz daha fərqli yaşamağımız lazım, daha fərqli keçirməmiz lazımdır. Odur ki, bəlkə uşaqlara istədiyim buyur ki, yeni ili daha bir fərqli, yeni ildən sonra həyat tərzlərindənmi, yaşantılarından bir dəyişiklik etsələr, 10 il, 15 il standart gəldiyi həyat tərzlərini mi dəyişsələr, daha fərqli bir həyat tərzinə mi keçsələr, bəzi həyatda edəcəkləri düzəlişləri mi etsələr ki, bundan sonraki baxışlarını mı dəyişsələr. Çünki yenə dediyimiz kimi bu yaşayış, bu şəkildə gediş hər kəsə aid deyil, amma çox insanda, xüsusən də bizim cəmaatlarımızda bu ümidsizlik, bu sevgisizlik, bu məhəbbətsizlik, bu yorğunçuluq heç yaxşı əlamətə bənzəmir. Halbuki insan mutlu olmalı, gülərüz olmalı, ətrafına daim xoşbəxtlik saçmalı, olduğu halda tam tərsinə gərgin, yorğun bir hal yaşanır. Məncə həyatımızı dəyişsək, həyatda gülərüz olsaq, bax bayram o bayram olar. Məncə hər evdə bir sevinç, hər evdə bir o xoşbəxtliyi tapacaq, o xoşbəxtliyi quracaq bir ev, ailə olsa, bax o zaman bayram olar. Həyatımızı bir düzənə sala bilsək, məncə bayram o bayram olar. Həyatdakı o dəyişiklik mənə elə gəlir ki, bizim də, yəni həyatda saldığımız o düzən gələcəkdə bizim də daim belə düzənli yaşamağımız mutluluğumuza, sevgimizə, sevgi qatacaqsa, bax bayram o bayram olar. Məncə buna baxmaq lazımdır. Uzun vadeli bir bayram sevgisi, uzun vadeli bir bayram düşüncəsi olsa, onu düşünüb ona görə yaşaya bilsək, onu tapa bilsək, məncə bayram bax o bayramdır. Qısa vadeli inanın mən də istəmirəm, nə də uşaqlar da bilir ki, 2 gün sonra bayram bitəcək. Və bu heç kəsin bitmək istəmədiyi bir bayram mutluluğu bu dünyada necə əldə edə bilərik, ona baxmaq lazımdır. Onu əldə etmək lazımdır. Hər birinizə yeni ildə, 2026-cı ildə daha gözəl bir həyat tərzi, daha gözəl baxış açısı, daha fərqli bir həyat tərzi arzu edirəm. Daha sevgili, mutlu, gülərüz, daha pozitiv bir ömür arzu edirəm.